İndi müsəlman qadınların indi bir evlilik hələ problemdir. Hələ qalsın ikinci evlilik. Müslümanlar arasında zaten ikinci evlilik məsələlərinin açılması ümumiyyətlə heç belə deyim ki, yaxınlaşası bir məsələ deyil. Çünki artıq bu gün bir kişinin evlənməsi iman və küfür məsələsidir. Yəni Allah qorusun. Yəni mən nə qədər ikinci dəfə evlənən kişiləri görmüşəm ki, birinci arvadı mürtəd olubdur, dindən dönübdür. İslamı tərk edənlər də olubdur, boşananlar da olubdur, evində, ailəsində problem çıxanlardan da olubdur. Yəni bu baxırsan ki, İslamı şəriətinə tərs olan əməllərdəndir. Asla və asla bir qadın belə bir şeyə yeltənməməlidir. Yəni bir qadın ümumiyyətlə, yəni belə yeri gəlmişkən deyim ki, yəni kişinin evlilik həyatını vallahi, yəni mən bu qadınlar bəzən mənə xoşlamırlar. Deyirlər ki, xoca çox belə pis danışır. Mən onların xeyrinə deyirəm ki, siz öz cəhənnəminizi yəni bundan qazanırsınız. Qarışmayın. Nəvizə lazım. Mən ağıllı bir qadın deyir, kişiyə deyir ki, mən vallahi burada garanti edirəm. Bazılarıma deyirəm ki, vallahi ərlərimizə bilsən nə deyir? Deyirəm, ged evlən. Vallahi evlənməyəcəkdir. Mən sizə səmimi deyirəm. Evdə 3 dənə uşaqları saxlayamır. Hardan evləyir? Onların kirasını verə bilmir, yeməyini verə bilmir, ayaqqabısını ala bilmir, paltarını ala bilmir. Şey evlənəcək yox. Deyirəm, ged evlən. Gör sənin başının üstündə saxlayır, yoxsa yox. Deyəcək, Allah hamd olsun, mənim zövcəm, nə salihə mənim zövcəm var, Allah ondan razı olsun deyəcək. Allah onu qorusun, maşallah olsun, mənim zövcəm mənim bu məsələdə qarşı deyil, bu mənim imkanım yoxdur. Elə ki, zövcə deyir ki, yox, evlənmə, mən imkan vermərəm, deyirsin, daha görürmür, yox. Baxırsan ki, insan qadağan olduğu şeyə peşinə düşür gedir. Ama kardeş yani insan normal olarak vallahi bak normal icazə verin. Bak ben burada Allah'a yemin ederim ha. Bak tecrübemle deyirəm ha. Benim bildiklerime dayanarak deyirəm ha. Siz normal zövcələrinizə qadınlarıma deyirəm icazə verin. Kişilər evlənməyəcək. Siz qadağan elədiyiniz üçün gelip gizlindən evlənirlər. Əllərini üzlərinə bulaşdırırlar. Ama açıktan evlənsə oturup dəqiq fikirləşəcəkdir. Açıqdan evlənməyən də ağlınla fikirləşmir, boğazının altınla fikirləşir, nəfsinlə fikirləşir, qulaqlarınla fikirləşir, gözlərinlə fikirləşir, burnunla fikirləşir, hissinlə yaxınlaşır məsələyə. Amma icazə verildiyi bir şəkildə bu addımı atarsa, atmayacaq. Çünki oturup fikirləşəcək şey, qardaş, mən bu ev eşik kimi bir dənəsini də o yetimə düzəltməliyim, mənim onun imkanım var, yox. Amma gizli olanda yani bir tane oradan düzür koşur. Yani hakları yarı yarıya bölürler. Hasan isteği gedir. Bir ay, 2 ay ne kadar gider Allah'ın verdiği ömürde. Ne kadar gider. Ne kadar birinci zövcə taptı. Ondan sonra dağılır, vur, qır. Problemler artır.